Verilişin baş sponsoru Hacı Ceylon çayları. Tarix millətin yaddaşıdır. Tarix səbr və zamanla yazılır. Tarix cəsarətlə, iradə ilə davam edir və cəsarətlə, iradə ilə sahiblendirilir xalq tərəfindən və liderlər tərəfindən. Hər vaxtınız xeyirli uğurlu olsun əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Biz Xəzərin sahilindən sizi salamlayırıq və bir sıra tarixi hadisələrə şahid olan Xəzərimiz bugün ulu öndər ruhunu sizə bəxş edir. Və bugün bizim studiyamızın, bu gözəl məkanın qonaqları dəyərli insanlar, məhz ulu öndərlə bərabər çalışanlar, onunla bərabər müəyyən bir missiyaları həyata keçirənlərdir və bugün onların danışmağa haqqı var. Etibar Babayev, əməkdar jurnalist, professor Etibar Babayev, siz Etibar müəllimin o dövrlər ulu öndərlə bərabər bir sıra layihələrin şahidi olmuşsunuz əziz tamaşaçılarımız və bugün Etibar müəllimin xatirələri düşünürəm ki, hər birimiz üçün bir daha vərəqlənəcək və bir daha yeni, çünki Ulu Öndər elə bir şəxsiyyət idi ki, onunla xatirələr bitib tükənmir. Hər zaman onu bir bəlli zaman çərçivəsinə sığdırmaq mümkün deyil. Siz irəliləyən dəqiqələrdə bax bizi bu xatirələrə qonaq eləyəcəksiniz. Təşəkkür ederim. Növbəti qonağımız isə İradə xanım Hüseynova. İradə xanım Hüseynova ölkədə ilk Əliyevşünas alimdir və Əliyev tədqiqatçısıdır. Tarix elmləri doktorudur. Bakı Dövlət Universitetində Tarix Fakültəsində kafedra müdürüdür, professordur. İradə xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun Fəxriyə xanım. Hər ikinizi salamlayırıq, hər ikiniz xoş gəlmişsiniz və hər ikiniz deyərdik ki, çox şanslı və çox seçilən bir həyata ya bir ömür yoluna sahibsiniz. Çünki sizin hər birinizin ömrünüzdən Ulu Öndər Heydər Əliyev missiyası, onu həyata keçirmək missiyası yazıldı. Etibar müəllim, İradə xanım, bax, irəliləyən dəqiqələrdə məhz Ulu Öndərlə bağlı xatirələrinizi biz eşitmək istəyəcəyik. Çünki Ulu Öndər dünya çaplı, böyük siyasətçi və dünyanı özünə cəlb etməyə bacaran, öz xarakteri ilə bacaran bir insan idi və o çox kommunikativ adam idi. Etibar müəllim, elə sizdən başlayaq ki, onun insanlarla ünsiyyəti və ünsiyyət qurmaq bacarığı. Bax, bu liderlərdə birinci amildir, deyildirmi? Liderlərdə təbii ki, bu çox amillər olmalıdır və xoşbaxtlıqdan onda liderə xas olan bütün keyfiyyətlər öz əksini tapmışdı onun şəxsiyyətində. Və təbii ki, bir insan ki, insanlarla hər zaman əlaqədədir, insanlara rəhbərlik edir, onda ünsiyyət qabiliyyəti xüsusi olmalıdır. Xoşbaxtlıqdan Heydər Əliyevin digər xüsusiyyətləri kimi ünsiyyət qabiliyyəti də hər kəsin belə bir paxıllıq dərəcəsində, həsəd aparacaq dərəcəsində o qədər yüksək idi və çox insanlarda, yəni rəhbər insanlarda o səviyyəyə çatan bir ünsiyyət qabiliyyəti də biz görmədik. O ünsiyyət qabiliyyətinin güclü olması imkan verirdi ki, istənilən auditoriya, istər rəsmi bir tədbir olsun, istər qeyri-rəsmi tədbir olsun, istər adamların sayı milyonlarla olsun, istər bəlkə bir kişi olsun, fərdi. O hər kəsə diqqətlə yanaşardı. Hər kəsi dinləmək qabiliyyətində idi. Və hər kəsə qarşındakı, əgər ona həm söhbətdirsə, əgər o bir fikirlərini paylaşırsa, orada elə bir ab-ı hava yaradardı ki, hər kəs elə bir onun sehrinə düşərdi. Və onun dedikləri də nə qədər ciddi, nə qədər məzmunlu olsa da, öz sadəliyi ilə də fərqlənirdi. O bütün onun ifadələrinə baxsaq, hər kəsin dinləyib başa düşəcəyi tərzdə. Elə bil, hər kəsə fərdi münasibət bəsləyərdi. Çox bir böyük auditoriyada da hər kəsə də qabil edirdi ki, elə bil onun üçün danışır, onun üçün deyir. Və ona görə də insanlar ona inanırdı. İradə xanım, Ulu Öndərin həm də böyüklüyü ondaydı ki,
o insanlarla ünsiyyət qurmaqla yanaşı, o həm də qadınların cəmiyyətdə daha öndə olmasının vacibliyini bilirdi. Və bilirdi ki, qadın gülərsə, Şu işsiz mühitimiz güləcək, sürüklənən cəmiyyət qadınla yüksələcək. Təşəkkür edirəm sualınıza görə. Böyük duha sahibi, müdrik siyasətçi, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev insanın bacarığına görə, zəhmətinə görə, əqidəsinə görə, çalışqanlığına görə qiymət verməyi bacaran bir şəxsiyyət idi, rəhbər idi, lider idi. Və onun da gənclərə, hələ mən gənclik dövründən istəyərdim bir-iki fikirlərimi, xatirələrimi sizin yüksək diqqətinizə çatdırım. Mən Bakı Dövlət Universitetində, o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı, Tarix Fakültəsinin 2-ci kursunda oxuyurdum və mənə böyük bir məsuliyyətli bir vəzifə tapşırılmışdır, şərəfli bir vəzifə tapşırılmışdır. Azərbaycan gəncləri adından Heydər Əliyevin qarşısında çıxış etmək. O vaxt o, Azərbaycan Respublikasının Mərkəzi Komitənin birinci katibi vəzifəsində çalışırdı və 1981-ci ildə Respublika Sarayında ilk dəfə olaraq mən Heydər Əliyev qarşısında, ölkə rəhbəri qarşısında çıxış etdim. Demək olar ki, mənim böyük ictimai fəaliyyətim məhz o gündən başladı, o gündən sonra başladı. Çünki sonradan mən universitetə gələrkən o zamanki rektor Faiq Bağırzadə məni dəvət elədi, dedi ki, qızım, dünən sən necə çıxış eləmişsən ki, birinci katib şəxsən səyinlə maraqlanıbdır və bir neçə dəfə mənə Mərkəzi Komitədən zəng eliblər. Təcili sürətdə sən özün haqqında tərcüməyə hal, şəxsi uçot vərəqəvi hazırla, biz Mərkəzi Komitəyə indi biz təcili sürətdə göndərməliyik. Və o məqamdan etibarən mən bir çox həm respublika səviyyəli, həm ittifaq səviyyəli qurultayların nümayəndəsi oldum və o cümlədən SSR Həmkarlar İttifaqının 17-ci qurultayına nümayəndə seçilərkən məni o zaman həm rəhbər orqana da seçdilər. Belə ki, SSR Həmkarlar İttifaqının Mərkəzi Təftiş Komissiyasının üzvü seçildim və rəissiyyət heyətinin üzvü kimi fəaliyyət göstərdim. Bu mənim üçün 18 yaşında qız üçün, tələbə üçün çox böyük bir məktəb idi. Bu məktəbin fövqündə duran qüdrətli şəxsiyyət Heydər Əliyev dururdu. Məhz onun, mən bugün də şərəf duyuram ki, elə Sovet quruluşu dövründə onun xeyir duası ilə irəliləyən, inkişaf edən gənclərdən biri olmuşam. Və o zaman 1982-87-ci illərdə Azərbaycanı ittifaq səviyyəsində təmsil etdim. Həqiqətən də bu mənim üçün böyük bir həyat məktəbi idi, siyasi məktəbi idi və mən bir şey vurğulamaq istəyərdim. Heydər Əliyevin səciyyələndirən vacib keyfiyyətlərdən də biri odur ki, o irəli çəkdiyi kadrı hər zaman diqqət mərkəzində saxlayırdı. Biz Moskvada da bir neçə dəfə qurultaylarda, plenumlarda hər zaman görüşürdük, hər zaman soruşurdu qızım işləri necə gedir, yəni maraqlanırdı hər zaman və o ünsiyyətlər hər zaman mənim xatirimdə əziz bir xatirə kimi yaddaşımda həkk olubdu. İllər ötdü, 1996-cı il idi, Bakı Dövlət Universitetində Qırğızstanın prezidenti Akayev gəldi və biz ona fəxri doktor adını verirdik. Prezident Heydər Əliyevlə bir yerdə onlar təşrif buyurmuşlar universitetə və mənə tapşırılmışdır ki, mən Heydər Əliyevin nitqini sinxron şəkildə gələn qonağa deməli tərcümə edim. Və 3 belə oturacaq qoyulmuşdu səhnədə. Ortada mən oturmuşdum bir tərcümə edən bir şəxs kimi. Və bu mərasimin sonunda bizim bir, nə bilim, 500-600 orada insan yerləşir zalda. O zaman üçün onların gözü qarşısında, orada iştirak edən insanların gözü qarşısında mərasimin sonunda Akayev da qoydu bir tərəfə, gəldi mən tərəfə, belə iki əllə tutdu. Sən Rada Hüseynova deyilsən. Sən sarayda çox gözəl çıxış eləmişdin 1981-ci ildə. Sən indi harada işləyirsən, harada çalışırsan? Dedim ki, mən Bakı Dövlət Universitetinin müəllimiyəm. Sən çox bacarıqlı qızsan, gözəl də natiqlik qabiliyyətin vardır. Mən sənə uğurlar diləyirəm. Bilirsiniz, bu mənim üçün nə qədər bir şərəf, fəxarət hissləri məndə oyatdı, nə qədər inam və mənim üçün doğrudan çox böyük bir etimad idi. Bir tarixi gün yaşadım ki, Heydər Əliyev kimi nəhəng bir siyasətçi
məni yadında saxlayıbdı, mənimlə bir daha özü gəldi, görüşdü və 2 il də üstündən keçdi, 1998-ci il idi. Yeni Azərbaycan Partiyasının 6-cı il dönümünə, yaranmasının 6-cı il dönümünə həsr edilmiş təntənəli yığıncaq keçirilirdi və mənə bir daha tapşırıldı ki, mən Respublika Sarayında bu dəfə, əgər o zaman gənclər adından çıxış edirdimsə, 98-ci il noyabr ayıydı, Azərbaycan qadınlar adından mən çıxış edirdim. Yenə Respublika Sarayında, yenə Prezident Heydər Əliyev qarşısında. Və bir müddət də keçdi. Sonradan deməli mənə dəvət edilər prezident aparatına və dedilər ki, Heydər Əliyev sizi görmək istəyir, o sizi qəbul edəcək. Mən gedəndə onun qəbuluna dedim ki, indi mən nə söyləyəcəyəm, necə keçəcək o görüş, hardasa dedim, indi nitqim kesilər, ayağım tutular, yəni çox böyük bir, deyək ki, gərginlik və həyəcan hissləri ilə. Daxil oldum o kabinetə. Fəxriyə xanım, Etibar müəllim, inanın ki, bütün o gərgini dərhal sovuşdu, keçdi. O, Heydər Əliyevin doğrudan bir xarizmasıdır. Ona xas olan bir ülvi bir, mən deyərdim, keyfiyyətdir ki, müstəsna bir keyfiyyətdir ki, insanı hiss etmək, insana dəyər vermək, insanın durumunu hiss etmək və o situasiyada düzgün qərar vermək. Yəni, o qədər səmimi bir şərait yaratmışdır ki, mənim yadımdan çıxdı ki, mən prezidentlə ünsiyyətdəyəm və çox maraqlı bir insan idi. Çox dərin, çox geniş biliklərə malik olan bir şəxsiyyət idi. İnanın, biz onunla hər bir sahədə fikir mübadiləsi etdik və bir şey də istədiyim ki, o bilirdi ki, mən onun haqqında doktor dissertasiyası yazıram. Onun üçün maraqlı idi ki, tədqiqatçı nə qədər o işin dərinliyinə daxil olubdu, nə qədər o mövzunun sahibidir və mənə qarşılıqlı bir neçə sual verdi, ayrı-ayrı dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərlə bağlı və mənim verdiyim cavablar onu çox gördüm ki, zövqlə səbəb oldu, çox qane etdi və mən çıxanda deməli kabinetindən o zaman onun köməkçisi səhv eləmirsə Tarih müəllim adı dedi ki, Radıq xanım, siz bir saatdır prezidentin qəbulunda oldunuz. Qol qanadla gəldim, ailəmdə söhbət, danışıq, yəni deyirəm, doğrudan bir tarixi hadisə idi mənim üçün, tarixi bir gün idi. Ağız dolusu, qəlb dolusu mən fikirlərimlə bölüşürdüm və həmin günü mənə bir daha zəng olundu prezident aparatından. Dedilər ki, sabahsı da gələrsiniz. Mən gəldim aparata, dedilər ki, sizi Heydər Əliyev bir daha qəbul edəcək. Mən inana bilmədim ki, onun bircə dəqiqə zamanı yoxdur, böyük bir insanın, ölkə rəhbəridir, o qədər məsuliyyətli bir missiyanı həyata keçirən bir şəxsiyyətdir, qüdrətli bir doğrudan da tariximizdə böyük bir iz qoyan və gələcəyə tuşlanan fəaliyyət idi. Nə edibsə bu günləri müstəqil Azərbaycan dövləti o bünövrə üzərində bugün inkişaf edir və dedilər ki, bəs Heydər Əliyev sizi qəbul edəcək. O, inanın ki, ikinci görüş daha belə atalıq nəvazişi ilə, daha yüksək səmimiyyət belə şəraitində, yenə də fikir mübadiləsi onun üçün maraqlı idi ki, insanlar, cəmiyyət nə düşünür, hansı abu-hava var, hansı cəmiyyətdə problemlər var. Yəni, daxildən həmişə məlumata malik bir insan idi Heydər Əliyev. Bu da o çox vacib bir məsələdir rəhbər üçün. Sonda məndən soruşdu ki, qızım, sən neçə ildir təhsil sahəsində çalışırsan? Dedim, mən 20 ildir təhsil sahəsində işləyirəm. Elə mənim yanımda, mənim qarşımda sərəncama imza atdı, dedi ki, mən səni Təhsil Nazirinin müavini təyin edirəm. Sən uzun illərdir bu sahədə çalışırsan, biliklərə, təcrübəyə malik olan bir insansan. Bir də mənim yetirməmsən, deyir, Sovet quruluşu dövründən səni tanıyıram, sabit mövqeyli bir xanımsan, əqidəlisən. Bax, siz bir məsələyə toxundunuz. Hansı keyfiyyətləri Heydər Əliyev insanlarda qiymətləndirirdi? Əqidəni. Əqidə sahibi olmaq doğrudan da çox vacib keyfiyyətdir ki, Heydər Əliyev həmişə buna vurğu edirdi öz çıxışlarında da, bilirsinizsə. Və həmin vaxtdan etibarən demək olar ki, mən 10 ilə yaxın Təhsil Nazirinin müavini vəzifəsində çalışdım və çalışdım ki, Heydər Əliyevin mənə göstərdiyi etimadı yüksək səviyyədə doğrulda bilim. Elə bu gün də bu məqamda elə biz də düşünürük ki, sizin danışmağa ixtiyarınız çatır. Çünki arxivlərdən əldə etdiyiniz məlumatlar və yazdıqlarınız
Bu kitabların hər biri çox gözəl bir mirasdır Azərbaycan xalqına və Azərbaycan tarixçilərinə. Qısa bir aramız olacaq, Etibar müəllim icazənizlə reklam fasiləsinə ayrılacağıq. Reklamlardan sonra dərhal buradayıq və bizim tərəfdaşımız isə Hacı Seylon çaylarıdır, əziz tamaşaçılarımız. Qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bir mənalı həm sevilmək, həm tələbkar olmaq, həm potensial ortaya qoyaraq hər hansı bir uğurlu nəticəyə gələ bilmək. Bax, bu Ulu Öndərdə var idi. Onunla şəxsən görüşüm 1979-cu ilin iyul ayındaydı. 69-82-ci illərdə Heydər Əliyevin etdiyi bugün müstəqil Azərbaycan dövlətinin möhkəm bünövrəsini təşkil edir. Hacı Seylon çaylarının tərəfdaşlığı ilə sizinlə bərabərik ki, əziz tamaşaçılarımız, yenicə qoşulan bütün tamaşaçılarımızı Xəzərin sahilindən salamlayıram və bugün biz Xəzərin sahilindəyik. Xəzərin sahilində Ulu Öndər şəxsiyyətinin ruhunun işığındayıq bugün. Xəzərimiz də bugün hesab edirəm ki, öz mehrindən bizim ruhumuza bir parça qatır və bugün bizim qonağımız Etibar müəllim Babayevdir. O Etibar müəllim ki, uzun illər Ulu Öndərlə bərabər çalışıb və uzun illər onların bərabər ərsəyə gətirdikləri layihələrlə biz böyümüşük, görmüşük, özümüz üçün nələrisə oradan əxs etmişik. Əməkdar jurnalist professor Etibar Babayev bizim qonağımızdır və o cümlədən İradə xanım Hüseynova, ilk Əliyevşünas alim, professor, Bakı Dövlət Universitetinin Tarix Fakültəsində kafedra müdürü və tarix elmləri doktoru. Bir daha sizin hər ikinizi salamlayıram və icazənizlə İradə xanım Etibar müəllimə sual ünvanlayaq. Etibar müəllim, iş üsulu və tələbkarlıq bu çox vacib amildir. Amma bunlara səmimiyyəti qata bilmək və bunun da fonda məhsuldar ola bilmək hər kəsə nəsib olmur. Bir mənalı həm sevilmək, həm tələbkar olmaq, həm potensial ortaya qoyaraq hər hansı bir uğurlu nəticəyə gələ bilmək. Bax, bu Ulu Öndərdə var idi. Təbii ki, var idi. Və indi hörmətli İradə xanım çox gözəl burada dinlədik onu böyük maraqla. Çünki İradə xanım həqiqətən ciddi alimdir, gözəl tədqiqatçıdır və Ulu Öndər haqqında ilk elmi əsərin müəllifidir. Özünün də dediyi kimi arxivlər, sənədlər, amma bütün bunlardan daha məncə vacibi o şəxsiyyətin özü ilə ünsiyyətidir. Tamamilə doğrudur. Çünki Heydər Əliyev elə insandır ki, yəni onun haqqında təbii ki yazmaq, yazılanları oxumaq, bunlar vacibdir. Amma ondan bir dəfə ünsiyyətdə olmaq belə, bu ağlı başında olan insan üçün, dəyərlərə qiymət verən insan üçün özü böyük bir məktəbidir. Tamamilə doğrudur. O danışa da bilərdi, susa da bilərdi, dinləyə də bilərdi. Amma hər biri bir məna yükü böyüyüdü. Şimdi mən ondan, İradə xanım da söylədi o şəxsi görüşünü. Mənim şəxsi görüşüm biraz daha əvvəllərdə olub. İlk dəfə, ilk görüşünüz necə baş verdi? 1979-cu ildə. O görüşlər olurmuşdu ona qədər də. Mən onda onu televiziyada görmüşdüm, tədbirlərdə görmüşdüm. Başqa müxtəlif şəraitdə görüşmüşdüm. Amma ilk dəfə şəxsən onun iş otağına onunla şəxsən görüşüm 1979-cu ilin iyul ayındaydı. O mənim mərkəzi komitəyə, onun birinci katibidir bayaq İradə xanım da dedi. O zaman o götürdüyü, işə götürüləcək insanların orada yoxlanır, gəlir, axırda son mərhələdə təsdiq olmadan öncə özü şəxsən görüşürdü. Və bu özü böyük bir məsuliyyət idi. Mən də gənc, o vaxt 28 yaşım vardı. Mərkəzi komitənin mədəniyyət şöbəsinə məni bir məsul vəzifəyə təsdiq edilməmişdən qabaq 20 dəqiqə onun qəbulunda oldum. O, belə iki ali təhsilim var, mənim başqa təhsillərim var, amma mənə elə gəlir ki, o mənim o 20 dəqiqəlik orada görüşüm, elə özü və o görüşdən keçən böyük bir müddət var. İndi də bugün elə bilirəm ki, orada səslənən fikirlər, oradakı abu hava mənim həyatımda böyük bir dönüş yaratdı
və əsas elə bilirsən ki, o istiqamət verici bir görüş idi o. Onun tövsiyələri indi də mənim qulağımdadır. Nə tövsiyələr edirdi? Bilirsiniz, belə Nəyi istəyirdi o qarşı tərəfdən? Ümumiyyətlə, bilirsiniz, o tək məndən yox, Azərbaycandan, dünyadan nə istəyirdi? O istəyirdi ki, Azərbaycan xoşbəxt olsun, Azərbaycan zəngin olsun, xalq bir güzəranı daha yaxşı olsun. Orada 15 respublika birləşirdi də, bilirsiniz, SSR-də. O da Azərbaycan da onlardan biri idi. 1969-cu ilə qədər, onun rəhbərliyə gələnə qədər baxsaq, o arxada olan bir ölkələr, respublikalardan biri idi. Amma onu önə çıxartmaq, Azərbaycan hələ o vaxt SSR daxilində 15 respublikanın ən qabaqda gedən birinə çevirmək, bu Heydər Əliyevin əməli idi, istəyi idi. Və ona görə də bu, bütün Azərbaycanın vətəndaşlarını da buna köklüyürdü ruhən. O buna istiqamətləndirirdi. Hər öz işində birinin işi, vəzifəsi balaca olar, birininki yüksək olar, birinin savadı daha az olar, birininki daha çox olar. Amma əsas bayaq İradə xanım da söylədi. Onunki o idi ki, mövqeyin aydın olsun. Mövqeyin aydın olsun. Məqsədin bəlli olsun. Niyyətin. Hər kəsdən bacarığına görə o tələb eləyirdi. Heç kəsə deməzdi ki, bacarığından yuxarı bir göstəricilərə həm də o bacarığı sezirdi, o işığı görürdü. O işığı görmək azdır. İnsan seçimi onun çox gözəl idi. İşığı görməklə yanaşı. Hiss edirdi və həmən onun seçdikləri bugün də öz sözünü deyən, öz mövqeyində var olanlardı. O işığı seçməklə yanaşı, işığı gücləndirməsinə də kömək edirdi. İşıq iki cür olur. Göz də çıxarda bilər, yola aydınlıq da gətirə bilər. Ruh vermək, ilham vermək necə gözəl ifadədir. Bəli, işıq göz də çıxarda bilər, aydınlıq da verə bilər. Ona görə də o üzr istəyirəm, liderə məxsus olan keyfiyyətlər. Ən böyük keyfiyyət. Dəyər verirdi insanlara, qiymət verirdi. Görürsünüz, İradə xanım nə baxsa, hardasa bir çıxış edib, yox. Onun yadında qalıbsa, o İradə xanım üçün elə o nazir müavini vəzifəsindən də böyük bir onun olan münasibəti, o münasibət insana olan o münasibət ki, insan verdiyi dəyər. Bəli, onun diqqətini çəkən bir insanın keçdiyi ömür yolunu da o izləyirdi. Yəni müəyyən hər insana qarşı, istər incəsənət xadimlərinə, istər pambıqçılara, istər fəhlələrə, yəni bütün təbəqələrə eyni biz müraciət edəsək, Heydər Əliyevin həyatında kənarda qalan bir insan görmərik. Uşaqla uşaq, böyüklə böyük, ictimai, siyasi, xadim kimi. Özü də o bütün ixtisas sahiblərindən elə danışırdı ki, sanki o sahəni bilir. İstər şair olsun, istər yazıcı olsun, istər pambıqçı olsun, istər siyasətçi olsun. Yəni, bütün bunlara yetə bilmək hər insana nəsib, bioloji olaraq ən azı, hər insana nəsib olan bir keyfiyyət deyildi. Bax, elə ona görə də Heydər Əliyev hər insandan biri deyildi. O sırada birinci idi. O insanların içində seçilmiş idi, o lider idi. Ona görə Azərbaycanın hər qarışında Heydər Əliyevin əməlinin izi var. Elədir. Ayağının ləpiri yox, əməlinin izi var. Səmimiyyəti ilə sevdirməyə bacarırdı. Siz sənət insanlarını ölkəmizə gətirirdiniz o zamanlar. Necə onlara zaman ayırırdı, necə onlarla ünsiyyətdə olurdu, necə sizinlə o müəyyən məqamlarda görüşüb öz fikirlərini bildirirdi. Bax, biz bunu ən azı son dövrlərdə televiziya vasitəsilə, yəni o texniki imkanların vasitəsilə biz ona şahid ola bilirik. Amma biz bugün fərqli edirik ki, eyni zamanda biz onun müasiri olmuşuq. Və burada Etibar mənim çox doğru qeyd elədi. 69-82-ci illərdə Heydər Əliyevin etdiyi bugün müstəqil Azərbaycan dövlətinin möhkəm bünövrəsini təşkil edir. Və əgər deyək ki, mən bir tarixçi olaraq bir kəlmə söz demək istəyərdim icazənizlə. O dövrdə Azərbaycanda çox güclü intellektual, sosial-iqtisadi, mədəni, mənəvi bir fundament yaradılmışdır ki, sonraki illərdə o imkan verdi ki, müstəqil Azərbaycan dövləti inkişaf eləyə bilsin, möhkəmlənə bilsin. Və burada Heydər Əliyev haqqında çox doğru söylədi Etibar müəllim də. Heydər Əliyev hər zaman, hətta Sovet quruluşu dövründə, o zaman o totalitar rejimdən üstüyan etdiyi bir dövrdə də o hər zaman düşünürdü ki, Azərbaycan müstəqil yaşamaq imkanına malik olsun. Və buna görə də bir çox sahələrdə, məsələn, o çox qısa bir vaxt ərzində sürətli inkişaf strategiyasını
hazırlayıb və yüksək səviyyədə həyata keçirdi. Əgər 1969-cu ilə qədər xam mal mənbəyinə çevrilmiş bizim müttəfiq respublikamız olan Azərbaycan o rolu oynayırdısa, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə artıq inkişaf etmiş, həm iqtisadi cəhətdən, həm bir çox digər göstəricilər üzrə inkişaf etmiş respublikaların birinə çevrildi ittifaq səviyyəsində. Burada bir çox məsələlərə diqqət yetirmək olar. O milliləşdirmə haqqında danışanda təhlükəsizlik sistemində bilirsiniz ki, ilk fəaliyyətə başladığı dövrlərdə Heydər Əliyev o zaman da bir çox işlər görmüşdü. Kadrların milliləşdirmə siyasətinə xüsusi bir əhəmiyyət verirdi. Və o deyirdi ki, deyək ki, mən sadəcə bir şey də deyim, o arxivlərdə işləyərkən bir diaqrama da o vaxt biz hazırladıq. Milli təhlükəsizlik sistemində, daha doğrusu o vaxt təhlükəsizlik sistemində çalışan zabit kadrların milliləşdirmə siyasətinə Heydər Əliyev xüsusi bir diqqət, önəm verirdi, diqqət yetirirdi. Və bunun nəticəsindədir ki, bir diaqrama biz hazırladıq və bundan bəlli olur ki, 1960-cı ildə əgər milli zabit kadrların sayı 180 nəfər idisə, 1985-ci ildə 400 nəfərə çatdırılmışdı. Və yaxud milli ruhda çıxış edən bizim ziyalılarımızın o təqibdən xilas etmək, onları qorumaq, müdafiə etmək Heydər Əliyevə xas olan xüsusiyyətlərdən biri idi. İstər Bəxtiyar Vahabzadə, istər bizim bir qrup tarixçilərimiz o zaman çıxış elədilər, dedilər ki, işğal olunubdur Rusiya tərəfindən. Onlara da təqib başlandı və s. Amma onların da möhkəm keşiyində duran, onları mühafizə edən, onları xilas edən, müdafiə edən yenə də Heydər Əliyev oldu. Yəni o zamanda da Heydər Əliyev o milli ruhda özü də hər zaman yaşayıbdı və milli ruhda çıxış edən ziyalıları, insanları həmişə keşiyində duran bir insan olubdu. Ona görə o dövr də çox səciyyəvi dövrdür. Ümumiyyətlə Heydər Əliyevin dövlətçilik fəaliyyətinin hansı dövrünə biz müraciət etsək, mən öz dissertasiyam işimdə 1941-ci ildən 2003-cü ilə qədər Heydər Əliyevin bütün o zəngin dövlətçilik fəaliyyətini mərhələ-mərhələ elmi cəhətdən təhlil eləmişəm, əsaslandırmışam və hər bir dövrü ona yəni təhlil edərkən belə bir qənaətə gəlirsən ki, Heydər Əliyevin irsi tükənməz bir sərvətdir. Ucu-bucağı görünməyən ünvandır, milli dəyərdir. Və biz nə qədər o irsə müraciət etsək, bir o qədər bizim dövlətimiz, dövlətçiliyimiz möhkəmlənəcək və cəmiyyətimiz də inkişaf edəcək. Bax, bunlar çox vacib məqamlardır və bir daha bunu söyləmək vacibdir ki, bugün müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şax əsəridir. Nə qədər ki, Heydər Əliyev ideyaları yaşayacaq, bir o qədər bizim dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz yaşayacaq, bərqərar olacaqdır. Bəli, və Ulu Öndər Azərbaycanı müstəqil görmək istəyirdi. İstər mədəni, istər ictimai, istər sosial, istər iqtisadi nöqteyi nəzərindən və bugün də nə gözəl bizə ki, bugün Azərbaycan müstəqil olaraq bir sıra iqtisadi yüksəlişlərini də yaşayır və biz də bugün Hacı Seylon çaylarının tərəfdaşlığı ilə sizinlə bərabərik. Qısa bir aramız var, daha sonra biz buradayıq, dəyərli Ulu Öndər işığındayıq. Çay insan orqanizminə çox faydalıdır. Çünki çayın tərkibində olan 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizmində bir sıra fəsadları aradan qaldırır. Yuxusuzluğu aradan qaldırır, yuxuluğu aradan qaldırır, yorğunluğu aradan qaldırır. Bu mənada əsl dəmlənmiş keyfiyyətli çay bizim üçün çox vacibdir. Bəs bu keyfiyyətli çay hansı çaydır deyə bizdən sorsanız, biz düşünmədən bunun Hacı Seylon çayları olduğunu deyərik. Çünki Hacı Seylon çayları Şırlanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır. Və Şırlanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Bəs bu çayları biz hardan əldə edə bilərik deyə sual versəniz, bunun cavabı belədir. Şəhərimizdə fəaliyyət göstərən Tayqastor marketlər şəbəkəsində, eyni zamanda şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlər şəbəkəsindən əldə edə bilərsiniz. Bunun üçün yaxınlaşırsınız marketlərə, piştaxtalara baxırsınız və burada istənilən zövqə uyğun çay nümunələrini seçib ala bilərsiniz. Yaşıl rəngli qablaşmada olan Pekoe çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Əgər tələsirsinizsə,
həm yaşıl, həm qara çayların paket növləri də sizin ixtiyarınızdadır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Tarix zamanla öz təsdiqini tapır və düşüncələrlə keçid dövrü ilə nəsildən nəslə ötürülür. Musiqiyə onun xüsusi bir deyək ki də yanaşması, həssaslığı özü bir çox məsələlərdən xəbər verir. Azərbaycanın bugünkü yüksəlişinin hamısının bünövrəsində bəli, Heydər Əliyev durub. Reklamlar bitdi və biz yenidən buradayıq və bugün biz Ulu Öndər işığındayıq və bugün biz çox dəyərli bir insanlarla Ulu Öndər Heydər Əliyevi xatırlayırıq. Xəzərin sahilindən yenicə qoşulan bütün tamaşaçılarımızı bir daha salamlayırıq. Etibar müəllim Babayev bizimlədir. Etibar müəllim əməkdar jurnalist, professor. İradə xanım Hüseynova bizimlədir. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetində Tarix Fakültəsinin kafedra müdürü və ilk Əliyevşünas alim. Bugün bizimlədir. Bir daha yenidən sizi salamlayıram və xatirələr işığında sözünü, ifadəsini işlətmişkən, bu əbəs yerə deyil. Bizim qarşımızda çox gözəl bir nəfis nəşr var və bu xatirələr işığında adlanır. Xatirələr işığında Heydər Əliyev. Heydər Əliyev, bəli. Və elə bax bu kitabın ərsəyə gəlməsi, bu kitabın içindəkilər, görün necə gözəl fotolar var burada və bu fotoların hər biri bugün öz sözünü demiş tarixi faktlardır, real tarixi faktlardır. Buyurun Etibar müəllim, çox nəfis, gözəl də tərtibatı var. İcazənizlə mən qısa da olsa bir məlumat vereyim. Xatirələr işığında Heydər Əliyev. Bax, indi görürsünüz, aradan nə qədər keçib, biz yenə onu xatirələr işığında xatırladırıq. İşıqlı bir xatirə kimi bizim nəzərimizdə. Və mən də bu kitab mənim və Türkiyədə bizim dostumuz, Azərbaycanın dostu, Seyfullah Türksoy deyilən bir qəzetçi var, jurnal sahibi, qəzetçi, Azərbaycan aşığı. Çox böyük sevdalıdır. Azərbaycan hələ o illərdə ki, torpaqlarımız işğal altındaydı. Bax, o vaxt gəlib Azərbaycan həqiqətlərini dünyaya çatdıran jurnalistlərdən biridir, indi də sağdır. Və bu kitabı biz onunla birlikdə, o da Heydər Əliyevlə vaxtında müsahibə də alıb, mən də çox müsahibələr almışam, görüşmüşük dəfələrlə bildiyiniz kimi. Biz Heydər Əliyevin 100 illiyi ərəfəsində düşündük ki, bir kitab ərsəyə gətirək. Bu kitab İstanbulda çap olundu. Amma orada bizim xatirələrdən başqa, o xatirələr işığında yaşayan Heydər Əliyevi 20 il, 30 il daha öncə şəxsən onunla görüşən insanlarla bir də görüşdük, bir də onların fikrini aldıq, bu kitabda onlar cəmlənib. Çox nadir şəkillər var, özdə müxtəlif zümrələr, müxtəlif orada Türkiyənin cumhurbaşqanları da var, baş nazir də, nazirlər də, sıradan insanlar da, sənət adamları da. O kitabın içindəkilərdən maraqlı bir neçə hadisəni, bir neçə təəssüratı bizimlə bölüşün, mən elə gəlir, tamaşaçılarımız üçün də çox maraqlı olar. Bölüşərəm. Və bu kitabın da çox özünün böyük bir tarixi var. Yəni ki, özü də artıq elə bil ki, yol gedir. Bu kitab İstanbulda dərc olundu. İstanbulda böyük sonra təqdimat mərasimi oldu. Amma İstanbulda bitmədi bu iş. Bu iş bizim möhtərəm prezidentimizin də bir sözü var ki, bizim bir aləmiz var, o Türk dünyası. Bax, elə o işıqda bu kitabın təqdimatı istər deməli, Türk Cumhuriyyətlərində bir-birini əvəz edir də Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda bu kitabın yüksək səviyyədə təqdimatı oldu. Bununla da kifayətlənmədi. Bu kitab bir il sonra Arnavut dilinə tərcümə olunaraq, orada da masada var, Albaniyada işıq üzü gördü. Bizlə dəvət eləmişdilər, çox möhtəşəm bir təqdimat mərasimi keçirildi. Və Heydər Əliyevə marağı biz orada bir daha hiss elədik ki, İnsanlar kitabı oxuyub onunla bağlı xatirələrini bölüşürdülər. İndi bax, bu kitabda da o vaxtın ilk deməli Azərbaycan Cumhuriyyəti müstəqilliyi, dövlət müstəqilliyi bərpa olundan sonra kimlər ki var idi, o insanlar, Namiq Kəmal Zeybək var, Türkiyənin Mədəniyyət Naziri, Hikmət Çətin Türkiyənin Xarici İşlər Naziri, bir ara Böyük Millət Məclisində rəhbəri olub.
Ehsan Doğramaçıoğlu, alim, böyük alim, Heydər Əliyevin dostu. Bax, bu insanların və adlarını çoxdur çəkmək istəmirəm, bu kitabda var. Yenə deyirəm, sənət adamlarından, Emel Sayın kimi məsələn, sənətkarın digərləri öz xatirələrini bölüşürdü. Heç yanda eşidilməyən xatirələri ilk dəfə. Barış Mançonun o gəlməsi, onlarla Barış Manço ilə onun bilirsiniz, çox gözəl bir müsahibəsi olmuşdu, birləşi gedirdi. Heydər Əliyev dedi ki, məndən bütün dünyanın hər yerindən gələn müxbirlər, qəzetçilər müsahibə alıblar, amma hər zaman məndən siyasətdən danışıblar. O barədə söhbət gedib. Barış Manço ilk dəfə idi ki, yəni ailə mühitində ailə ilə bağlı bir söhbət oldu, görüş oldu. Çox onun üçün də deyir, çox mənim üçün də çox bu unudulmazdı və mən ona görə təşəkkürümü bildirirəm ki, çünki ailə mövzusunda biz danışdıq daha çox. O da ailə mənim üçün müqəddəsdir. Ailə cəmiyyətin özəyidir. İndi bu kitabı ki deyirsiniz, burada indi bir epizodu vərəqləmək kifayət edir ki, orada necə gözəl biz gördük. Bəs burada bir şahid oluruq. Mən sonra sizə bunu deməli ki, daha geniş bəzi video kadrlarda verilən fotoda oradan istifadə edirsiniz. Amma burada bir gördüyünüz bir epizod. Bu Heydər Əliyev 1994-cü ildə İngiltərəyə səfər etmişdi, rəsmi səfər. Bu səfər zamanı çox bir maraqlı bir hadisə baş verdi. Bilirsiniz ki, dövlət başçıları bir ölkəyə gedəndə o proqram əvvəlcədən təsdiq olunur və o proqram üzrə də bütün tədbirlər nəzərdən tutulur. Amma Heydər Əliyev tamam başqa bir insan idi. O, orada da öz dəsti xəttini nümayiş etdirirdi və mətbuat konfransı təbii ki, keçirilmişdi. Bütün orada qəzetçi, digər kütləvi informasiya vasitələrinin nümayəndələri də onunla görüşmüşdü. Amma bu bir özəl bir görüş də orada oldu. Hansı ki, proqramda heç yox idi. Onun təşəbbüsü ilə bu oldu ki, o bir millət, iki dövlət deyən bizim Cumhurbaşqanımız, böyük liderimiz ayrıca Türkiyənin İngiltərədə akreditə olmuş jurnalistləri ilə bir görüş keçirdi. Bu görüş proqramda yox idi. Amma bu görüş o qədər maraqlı keçdi ki, o nəzərdə tutulan vaxtdan da bir qədər çox oldu. Və bu kitabda öz xatirəsini bölüşən o insanlardan biri də Jalə Şəngün adında bir xanımdır. İndi o başqa böyük rəhbər vəzifələrdən birində də Türkiyədə işləyir. Amma o zaman Türkiyədə, İngiltərədə akreditə olmuş qəzetçilərdən biri idi. Və öz xatirələrini burada bölüşür və görürsünüz, bu şəkildə, bax, o da dayanıb, burada digər qəzetçilər də var. Və böyük, indi də elə danışırdı ki, yəni o qədər xatirəsində hər kiçik epizod da onun yadında qalmışdı Heydər Əliyevlə bağlı. Bu kitabın da dəyəri ondadır ki, o ilk ağızdan çox maraqlı burada xatirələri var. Kitabın indi də ingilis dilinə tərcümə olunur və ayrıca çap olunacaq. Mən istəyirəm sizə bir sözü deyəm ki, İradə xanım da burada dedi, çox gözəl dedi ki, siz də onu təkrar edirsiniz ki, Azərbaycanın bugünkü uğurları, Azərbaycanın bugünkü yüksəlişinin hamısının bünövrəsində Heydər Əliyev durub. Və o kökü üstə bitər deyiblər. Bugün bizim böyük rəhbərimiz, sərkərdəmiz İlham Əliyevin o rəhbərliyi ilə o yol davam edir. Çox doğru buyurdunuz, Etibar müəllim. Bugün Azərbaycan xalqı öz gələcəyinə qətiyyətlə inanır. Çünki bugün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün möhkəm keşiyində duran, Heydər Əliyev ocağından bəhrələnən, Heydər Əliyevin nurlu, işıqlı ideyalarının daşıyıcısı olan Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Və bu günləri biz sevinirik, fəxr edirik ki, bugün dövlətimiz dünya birliyində, dünya siyasətində etibarlı, perspektiv imkanına malik olan bir qüdrətli dövlət kimi özünü təsdiq edir. Siz bir fikir verin, Azərbaycandan bugün dünya səviyyəli, beynəlxalq layihələr həyata keçirilir. Bu günləri Azərbaycan Qafqazda aparıcı mövqeyə malik olan lider dövlət kimi özünü təsdiq etməkdədir. Və bir çox dünya ölkələri
istəsələr də, istəməsələr də Azərbaycanla, dövlətimizlə hesablaşmaq məcburiyyətində qalıblar. Bax, budur Heydər Əliyev ideyalarının bu günləri real təzahürü və bu günləri bu ideyaları həyata keçirən bizim prezidentimiz möhtərəm cənab İlham Əliyev vardır. Bu bir çox məsələlərdən xəbər verir və 44 günlük müharibəmiz, bu çox böyük bir zəfərimiz, bizim şanlı zəfərimiz. Bu kitabı mən burada indi gətirə bilmədim, amma mənim böyük bir monoqrafiyamda çıxıbdı. 44 günlük müharibəmizə həsr edilmiş, yəni elmi monoqrafiyadır. İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri. Doğrudan da bizim təbii ki, qəhrəman qazilərimiz, əskərlərimiz və onun başında fövqündə duran bizim rəşadətli Ali Baş Komandanımız cənab İlham Əliyev dururdu ki, bu zəfəri biz əldə etdik. İlk İlham Əliyevin etdiyi addım Heydər Əliyevin qəbrini ziyarət etmək və onun qarşısında mən ata vəsiyyətini yerinə yetirdim. Görün, bu nə böyük işlərdən xəbər verir. Yəni, bunun da bünövrəsini vaxtilə Heydər Əliyev qoymuşdu. Hərbi quruculuğumuzun, iqtisadi cəhətdən Azərbaycanımızın möhkəmlənməsi, inkişaf etməsi və bu artıq İlham Əliyevin fəaliyyətində yüksək öz təzahürünü, ehtivasını tapıbdır. Yenə deyirəm ki, bu tarixi zəfər 200 il ərzində Azərbaycan xalqı ancaq itirə-itirə gedirdi öz əzəli torpaqlarını. Amma biz öz torpaqlarımızı qaytarmaq iqtidarında olmağımızı bütün dünyaya biz bəyan etdik. Yəni, milli qürurumuzu, milli mənliyimizi təsdiq etdik bütün cəhana və bunu bizə buna sövq edən, bu şəraiti yaradan bizim Heydər Əliyev ideyalarının yüksək səviyyədə həyata keçirən, o ocaqdan bəhrələnən İlham Əliyev olmuşdu. Ona görə biz Azərbaycanımızın gələcəyinə inamla baxırıq. Bir daha deyirəm ki, çünki dövlətçiliyimizin möhkəm keşiyində duran, bugün də qüdrətli şəxsiyyətimiz, liderimiz var. Tamamilə doğrudur və sizin İradə xanım yazmış olduğunuz kitabların arasında tarix, zaman, düşüncələr. 5 cildlik kitabdır. O 5 cildlik kitabın sadəcə biz bir nümunəsini bura qoya bildik. Çünki kitablarınız həddindən artıq çoxdur. Nə gözəl ki də çoxdur. Və tarix zamanla öz təsdiqini tapır və düşüncələrlə keçid dövrü ilə nəsildən nəslə ötürülür. Bütün bugün bizim müzakirə etdiyimiz məsələlər, bax, bu 5 cildlik kitablarda, 5 cildlikdə öz əksini tapıbdır və mən yenə də bu məsələlər üzərində işləyirəm. Bunun yeni, deyək ki, növbəti cildini hazırlayıram. Yəni, yaradıcılıq prosesi ümumiyyətlə tükənməz bir prosesdir. Alim üçün ən böyük, belə deyək ki, bir əməyin bəhrəsi olan onun əsəridir, kitabıdır. Hər zaman da usanmadan üzərində işləyirsən və hər zaman haradasa özünə tənqidi yanaşırsan ki, bunu da etməlisən, bunu da əlavə eləsən daha yaxşı olar. Hətta işıq üzü görəndən sonra da deyirsən ki, bunu bir əcə də artırmaq olar, bir əcə də üstündə işləmək olar, zənginləşdirmək olar. Yəni, bu tükənməz bir prosesdir və mən hesab edirəm ki, hər bir insan əslində usanmadan öz üzərində işləməlidir. Ələxüsus bu, bizim ziyalılar zümrəsinə aiddir ki, bugün ziyalı zümrəsi, ziyalılar cəmiyyətimizi aparıcı bir qüvvəsidir. Və mən hesab edirəm ki, gənclərlə çalışırsınız və gənclərə bu hissləri əks eləmək çox vacibdir. Da çox vacibdir. Heydər Əliyevin irsini öyrənmək, təbii ki, mən bugün də şərəf duyuram ki, mənim rəhbərliyimlə bir çox tarix üzrə fəlsəfə doktoru, hətta elmlər doktoru adını almaq, yəni bizim tədqiqatçılarımız müdafiə edibdi dissertasiya işlərini, Əliyevşünaslığa həsr edilmiş müxtəlif məsələlərlə bağlı araşdırmalar bugün də aparılır və mən sevinirəm ki, mənim də elmi rəhbərliyimlə bir sıra belə tədqiqatçılar hazırlayıb öz dissertasiya işlərini müdafiə ediblər. Çünki doğrudan da bu iş tükənməz bir nemətdir və xalqımızın milli sərvətidir. Nə qədər biz o milli sərvətə müraciət etsək, bir o qədər hər birimiz üçün bir istiqamət verici bir qüvvə, istiqamət verici bir, necə deyim, həyatımızda bir düzgün yol tapmaq üçün bizə bir hər zaman dəstək olacaqdır, kömək olacaqdır. Etibar müəllim, bax bu fikirlərə istinadən söyləyək ki, bizim
milli mənəvi dəyərlərimizin inkişafında ən birinci yerdə mədəniyyət dayanır deyə bilərik. Mədəniyyət olan yerdə təhsil də olacaq, mədəniyyət olan yerdə iqtisadiyyat da olacaq, mədəniyyət olan yerdə sağlamlıq da olacaq. Mədəniyyətin təbliği üçün Ulu Öndər əlindən gələni əsirgəmirdi. O maraq kəsb etmək üçün o insanlarla görüşürdü, o insanların bütün fikirlərini alırdı, nə etmək lazım olduğu təqdirdə o tədbirləri görürdü. Hətta heç unutmadığımız Səməd Vurğunun şeiri ilə xitab edirdi. Orada kövrəlməsi, bəli, orada onun kövrəlməsi, Alagöz mahnısını ifa etməsi, bu bir daha onu sübut edir ki, bəli, müstəqil Azərbaycan memarı olmaq, tarixi keşməkeşlərdən keçmək, hər hansı bir mübarizəni seçmək, qətiyyətli olmaq və bir an belə büdrəməyə ixtiyarı olmamaq, mübariz olmaq insanda bəlli bir xüsusiyyətlər əks edir, bəlli bir xüsusiyyətlər yaradır. Amma bunun fonunda şeirə, musiqiyə, avaza xitab etmək, bu o insanın öz iç ruhunun nə qədər həm də kövrək, həm də mərhəmətli, həm də gözəl olmasına dəlalət eləyir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Mən bayaq dedim, o mədəniyyət şöbəsində mənim işləməyim, onun rəhbərliyi altında. Bu sizin dediyiniz hadisələrin bir çoxunun canlı şahidi olmuşam. Onun tamaşalara getməsi, tamaşalardan sonra siz də görmüsünüz. Aktyorlarla görüşməsi, yaradıcı heyətlə görüşməsi. Onun elə hər bir görüşü, inanın ki, belə unudulmaz bir dərs idi hamı üçün. Hər bir insana bir ruh verirdi. O güvən verirdi, motivasiya verirdi. Yəni o tamaşalar haqqında tamaşaya baxandan sonra elə danışırdı ki, elə təhlil edirdi ki, onu heç bir sənətşünas, teatrşünas o dərəcəyə də çatdıra bilməzdi. Özü də hər birini tanıyırdı və hər bir insana orada şəxsən müraciət edirdi. Onların bir çox məsələlərini də həll edirdi. Elə ayaqüstü görürdün ki, məişət məsələlərində də hər şeyi onun diqqət mərkəzindən qaçırdı. Bir də Zərifə xanım piano da çalır, o oxuyur. Görün nə qədər hər bir insana necə hisslər bağışlayır. O eyni zamanda ailə dəyərini, bəli, o eyni zamanda bir mehribanlığı, mesajdır cəmiyyətə ki, hərtərəfli, harmonik inkişaf etsin hər bir insan. Yəni sən gözəl dövlət başçısın, amma eyni zamanda nə qədər musiqini, incəsənəti daxilən hiss edən, qəbul edən, onu təbliğ edən bir insan olmalısan. Heydər Əliyev bütün bu cəhətlər özündə əks olmuşdu, özündə ehtivasını tapmışdı və musiqiyə onun xüsusi bir deyək ki də yanaşması, xəssaslığı, özü bir çox məsələlərdən xəbər verir. Bu xüsusiyyətlər yəqin ki, onun oğlunda da özünüz hiss eləmişsiniz, nə qədər güclüdür, var. Bu bizi çox sevindirir. Alla Pugaçova gələndə Respublika Sarayında, yadınızdadırsa, o həm Heydər Əliyevin dövründə gəlmişdi, həm sonradan da İlham Əliyevin, yəni ki, onunla rəqs etməsi rəqs etməsi, yəni dərhal həm o anda özünü itirməyəsən, həmin mahnıya dəstək olasan, yəni demək o nədən xəbər verir? Nə qədər incəsənəti dərindən bilmək. Bax, oradan qaynaqlanır. Və siz bu tələbələrdən danışdınız. Mən bir şey demək istəyirəm ki, Heydər Əliyev hər zaman gənclərin də hər tərəfli inkişafına çox böyük diqqət yetirirdi. Və o xüsusi olaraq bizim müstəqilliyimiz artıq bərqərar olandan sonra xüsusi olaraq milli ideologiyanın formalaşmasına, milli məfkurənin təşəkkül tapmasına çox böyük önəm verirdi. O hər zaman deyirdi ki, biz gənclərimizi milli ruhda tərbiyə etməliyik, milli ideologiya ruhunda. Yəni, bizim milli adət-ənənələrimiz, bizim dilimiz, bizim tariximiz, ədəbiyyatımız, Quran-ı Kərimimiz və təbii ki, ümumbəşəri dəyərlər, eyni zamanda dövlətçilik ideyası. Bax, bu üç vacib komponent milli məfkurəmizi təşkil edən vacib şahələrdir ki, Heydər Əliyev xüsusi olaraq gənclərə
bu ideyaların təlqin edilməsinə çox böyük önəm verirdi. Çox təşəkkür edirik İradə xanım, var olasınız. Etibar müəllim, sizə sonsuz təşəkkür edirik. Bizə ayrılan zaman başa çatdı. Tarix, zaman və düşüncələrimizi bax bu bizə verilən zaman çərçivəsində Görürsünüz, kitabın adını da düzgün seçmişəm. Tarix, zaman çərçivəsində düşüncələr. tarix barədə Bəli, düşüncələrimizi bölüşdük. Təşəkkür edirəm mən sizə. Tamaşaçılarımız Etibar Babayev bizimlə idi. Əməkdar jurnalist professor İradə xanım Hüseynova bizimlə idi. İlk Əliyev şünas alim, Bakı Dövlət Universitetində Tarix Fakültəsinin kafedra müdürü, tarix elmləri doktoru professor. Əməkdar müəllim. Əməkdar müəllim. Tarix öz şəxsiyyətləri ilə yaşayır. Çünki şəxsiyyətlər zamanında öz tarixini yarada bilir. Və biz müstəqil Azərbaycan vətəndaşı olaraq bu tarixi hadisələrin şahidi olaraq qürurluyuq, sevirik və o cümlədən də artıq böyük arenada sevilirik. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.